Elçibey ləqəbli 9 il döyüşən mübariz. Mingəçevirdə yaşayan Qarabağ veteranı Mübariz Əliyev deyir ki, bu boyda şəhərdə uçulmuş, dağılmış yataqxanada mənə bir otaq tapılmadı. Düşmənə 9 il güllə atdım, canımı fəda etdim. Sağlamlığımı tamamilə itirdim. Gözümün biri tamamilə görmür. Əmək qabiliyyətim yoxdur. Mingəçevir şəhərində hal-hazırda küçələrdə yatıram. İstəyirəm gözlərini yaxşı açıb məni görsünlər. Bunları Media TV Az Media qrupuna deyən Əliyevi təqdim edirik. 9 il yarım döyüşmüşəm, çöldə yapdım. Nədən seni, mən təymə, yalanla təymə. Hökumət var hökumət. Olsun çəkdim. Bu da döyüşmüşəm, çöldə yapdım. 89'dan 91'e kimi Rusya'da olmuşam, 91'de gəlmişəm, 97'de kimi Qarabağ uğrunda döyüşmüşəm. Özüm də zədəliyəm, gözüm yoxdur, at kulağım. Çöldə yapdım. Nə mən, nə kisəni, amma hansı bələdiyyə getmişəm, İcraya getmişəm. Bir otaq mən də ofisdən mərkəzim. Nədən danışım, nə Azərbaycan. Hansı Azərbaycan? Azərbaycanda düzgünlük yoxdur. Mən görürəm, mən özüm yaralladım. 27 dənə atqolum var, gözüm yoxdur. Danışanda deyib vətən. Hansı vətənlə danışanı? Vətən o boyda canımı qoyacam, çöldə yapdım. O vaxtı 90'ı, müharibədə Allah rəhməti, Elçibey deyirlər. O skamekalarda yapdım. Bax, 90'ı gələndə mən elə belə çörəkdə dalıb çox. Hansı şeydən danışsan, ədalətdən? Hansı ədalət var? O boyda döyüşəcəm, çöldə yapdım. Səndən danışsan, hökumət var, hökumət var yoxdur. Burada gözüm də yoxdur, az kolum var, bədənimdə. Geriyə də bilmirəm. Səndən danışsan, Azərbaycan, hansı Azərbaycanlılar? Azərbaycanlı orada dan qoymuşam, çöldə yapdım. O kollarda yapdım. Allah bilir bax. Səndən danışsan, Mingəçevirdə doğulmuşam. Oradan könüllü getmişəm. Allah haqqı, mən gedəndə 3 səfərə bir avtomat vardı. Avtomat yoxdur. O boyda döyüşmüşəm. Şamyanda, Ağdərədə, Ağdamda, Fərux tağında. Gəlmişəm, indi yatmağa yerim yox. Mənə icraya getmişəm bələdiyyə. Mən bir dənə otaq nədir? Ofisidən verir. Hansı dövlətdən danışır? Deyirsən vətən olur. Vətən oluya bax da, gözüm də yoxdur. Bədənim atqılla da olur. Hansı gündən danışır? 90'ı düşəndə mən kömək edirlər su. Mən narazıyam bu vətəndən. Allah rəhmət eləsin ölənə. Rəhmətli atam deyirdi ki, oğul, getmə. Vallahi sənə hörmət qoymuş elə. Çöldə yatasan, deyir bu da bu. Rəhmətli dədəm düz deyir. Ay qardaş, mən çöldə yatıram. Sənədən danışacaq. Vətən. Hansı vətəndən danışacaq? Bütün aidiyyəti orqanlara müraciət eləmişəm. İcra hakimiyyətlər, bələdiyyə. Allah şöbə ilə getmişəm. Burana hamısı məni yola verirlər. Rəhmətli Nizami kapitan. Mənim qucağımda rəhmətli getib Ağdərədə. Məhdum mənlə döyüşür kapitan. Vallahi onlar məni tanıyırlar. Nədən danışmıyor? Vətən. Hansı vətəndən danışıyor? Vətən. Vətən var indi. Çöldə yatırım mən. Vətən. Orqanlarım hamısı narazı. Bədənimdə 27 dənə askolum var. Gözüm yoxdur. Göz qabağında gözüm yoxdur. Başımda qəlpə var. Bədənimdə qəlpə. Əlim işləmir. Sən nədən danışıyorsun? Vətən. Hansı vətəndən danışıyorsun? Vətən mən baxmıram. Vətən. Bir dənə otaq nədir? Ofisdən vermir. Çöldə yatıram. Orta stolda yatıram.